Salam aleyküm. Qazi Dadaşov Süleyman Əldusunovuyam. Bu göstərəm, baxın. Şurada göstərəm. Bunu mən özümə öyrətdiyimlə, bilməm, bir ay, 2 aydır, ayam deyirəmişəm. Bu da bu yaxınlarda təzə tikilib. Təzə tikilib. Bu təzə tikiliblər. Bu da bir aydır şeydir. Hamısı səriyən polislərimə qatlayıb, qolumu götürəndə eləmişəm. Bu kəsəndə həkimə deyir ki, necə damarlar tikdilər. Akşama kimi damarlar tikilməsi üçün qan axmadan öləcəkdim. Bundan qabaq elə bir şey olub. Bakıda olub, Semaşqanın həkimləri qurtarıb mənə 4 dəqiqə həyatıma qalmışdı. Sözümün canıdır. Mən 50 kağızımdır. 50'mi təsdiq edirəm. Yaxına oxuya bilərsiniz. Bu da döyüş yoldaşlarımın şahidliyi ifadələridir. Döyüş yollarımın Nazirlər Kabinetində şahidlik ifadələri verirlər. Mən işim araşdırılırdı. İzmitli Cənab Prezidentə, bu da İqtisadi Məhkəməsinin, Apellyasiya Məhkəməsinin hamısı sənədlərdə oxumuşam, yadıma salmışam. İndi bunlara baxa-baxa nə baş verir danışacağım. Nə baş verir danışacağım. Azərbaycan Respublikasında bir dəqiqə Qarabağı o vaxt 92-dən atıb qaçanlar, daydaşısının vəsvəli əmlərinin, dayılarının, atalarının əli ilə saxlanırlar. Heç onlar dəyib dolaşmırdılar da. Hindi də dəyib dolaşmırlar. Onlar qazilərimizdən, hamımızdan çoxlu çəkirlər. Akazbatçılar nə qədəymiş. Həqiqətən də çox sayda yemiş dayı. Həqiqətən də nə qədər. Onların sözünə vilayət var, bizim yox. Mənə bir dəqiqə dolaşığa salan, kimisə əli ilə nəsə, onları da ancaq. Araşdırma falan, bu əvvəl demişəm, Cənab Prezident, xahiş edirəm araşdırma falan, onlar bizdən çoxlu çəkilir. Biz döyüş yollarımızdan danışa bilmərik. Təsəvvür edirsiniz, nə tər söylüb, söhbətə baxın. Onların acığına gəlir, xoşuna gəlir, danışmaq olmaz, yox. Onlar əsəbləşə bilərlər. Belə bir şeylər var, baş verir Azərbaycanda, Cənab Prezident. Onlar əsəbləşə bilərlər. Gidib Qarabağda can qoyan, erməni öldürən, dağ götürən tək başına oğlan bir dəqiqə qazidir, elədir. Onun ixtiyarı yoxdur danışmağa. Onlar əsəbləşə bilərlər. Onlar bizə dolaşığa sala bilərlər. Onlar bizi tutturub əziyyət verə bilərlər. Belədir. Yalan deyəmsə, namərd olan, araşdırma aparın, görəcəksiniz. Bir dəqiqədə mənə əziyyət verən onlardandır hamısı. Polis onların tərəfini saxlayır, obrisi onların tərəfini, hamıların tərəfini saxlayır. Mənə şəxsi qəzinin mənası nədir? Cənab Prezident, Cənab Başbakan, o vaxtda bilmirəm, neçənci il idi? 2017-16-cı illər. Bunlar hamısı İqtisadi Məhkəməsi, Apellyasiya Məhkəməsində utduğum qərarlardır mən. Onlara baxmışam əvvəlcədən. Ki, yadımdan çıxmasın, deyə bilim nəyə görə olub. Mənə döyüş yoldaşlarım, qazi uşaqları dedi ki, biz almışıq bu qalıq pulu almaq üçün almadığın hissədən. İddia yazırsan, verirsən İqtisadi Məhkəməsinə, işə baxırlar. Mən də elə bir şey elədim. 92-dən yazdım, belə Kəndavoy. Savadımız adam verir, Kəndavoy belə yazdım. Xahiş edirəm mənə də 92-dən ora. İqtisadi Məhkəməsinin hakimi Müşfiq müəllim var idi. Döyüş yollarımı oxudu. Görür ki, həqiqətən də döyüşmüşəm, belə erməni zad görmüşəm, yəni yaralanmışam. Və qət deyir ki, qaqa sən kömək eləmək istəyirəm. Sadəcə olaraq iddia 92-dən axı 50 təyin olunmayıb. 92-də sizin döyüş başlarınız olub, orada siz o vaxtlar yaralanıb eləmişəm. Qanunla dedi, bilmirəm, kimin sənin iddion dəyişilməlidir. Cənab Prezidentin dedi, qərarı 2008-dən olub, 2008-dən 2000-dən neçəyə kimi Prezident təqaüdü
2014-dən neçəyə kimi müharibə əlilliyi sənə qanunla düşür. Elə iddia təzə yazaq, bunu ləğv eləyək. Bir də hüquqşünas sağ olsun mənə kömək edir, yazdı elədi. Ora 2008-də neçə müharibə əlilliyi, Prezident təqaüdü 2008-də neçə müharibə əlilliyi. İqtisad məhkəməsi tutdum, sağ olsun apellyasiya məhkəməsi. O sosialdan gələn durur mənə əleyhimə danışır. Deyir, gec cəmaət vuruşub, görürsən nə təhər. Biz yiyib səndə o vuruşub, 2 dəfə yaralanıb, əlildir. Cəmaata gedin pul verin, özü için nəsə qursun, ailə qursun, ev eşi olsun, gedin özünə nəsə qursun, gedin cəmaatın pulunu verin. Bu çölə çıxdı, güya hissəndir. Yox, mən ali məhkəmə, verdi ali məhkəmə. Mən necə iqtisad məhkəməsi, apellyasiya məhkəməsinə inanıb getdim. Elə ali məhkəmə getdim. Dedim ki, onlar baxdılar, görür ki, mən qəhrəmancasına vuruşmuşam, yaralanmışam. Onlar da elə baxacaq. Vəkilimiz adım olmadı, düzdür, vəkilimiz adım olmadı. Onların vəkili oldu. Ali məhkəmə hakimi ləğv elədi, apellyasiya iqtisad məhkəmə qərarın. Gəldim, ürəyim partlayır, kəsib doğrandım da. Nə bilməm, deyəsən, aclıq deyirdim. Dəfələrlə kəsib doğrandım. Hüquqşünasla, vəkillərlə qəti şəkildə girdim, maraqlandım, ora bura, apardılar mənə, tanışdırmışlar, getdi. Dedi, qaqa, sən burada düppədüzsən, hamı dedi, hansı vəkillər, hansı hüquqlar, dedi, sadəcə olaraq burada sənin işi ləğv eləmək üçün onlar təzə, o hüququ yazılan o iddia var, təzə, o əsas tutmayıblar. Sən o ləğv olunu var, iddia yazdığın əvvəl izləyir, köhnə, 92-də olur. Onu əsas tutub işi ləğv edir, onlar səhvdir. Hakimdir, o cavab verməli, sən səhvdir, sən köhnə şey. Mən də bu başladım, canlı, zahid sən danışmaq, ora yazmaq, bura yazmaq. Şimdi bax, onların əli ilə məni belə elətdirirlər, bax, bu daxa. Bax, bu daxa. Damarlarım burada tikildi. Bu, bilməm, bir aydır, ay yarımdan eləmişəm. Səryan polisləri mənə qatlarıyanda, burada araza, yəni 10 gündür, neçə gündür benzin. Təzə tikirlər, görürsünüz bu. Çirk eləyib. Bu da çirk eləyir. Damarları içərdən şey, bu da çirk eləyir. Bu da bilinmir, yəni. Əziyyət verirlər. Hara geçsən, mən elə bir ki, qəhrəman olsa döyüşən birinci qrup Qarabağ əlli. Mənə sözümə vilayət yoxdur. Beləncə, Qarabağ atıb qaçanlar verir ki, hamısı olardı. Araşdırma aparım, səhv olsam, şərəfsiz olarım. Hamısı olardı. Olan sözünə vilayət verir. Bax o, siz nə ayırmısan sən mənə? Günahçılar kimi görürlər. Ona görə başımız adımı kəsir. Mən heç bir günahım yoxdur. Sadəcə hissəmişəm. Əsəbləşəndə də mən bədəmdə istat yeri yoxdur. Hamısını kəsib doğrayıram. Hamısını kəsib doğrayıram. Bax, haqq hesab budur. Mənə bunlar şeylərə görə əziyyət verirlər, əzab verirlər. Özümü kəsib doğradılar. Nə evimi verirlər, cənab prezident. Məktub da yazmışam prezident aparatına. Təbii eləmişəm, Nazirlər Kabinetindən. Xahiş edirəm, mənə Bakıdan ev verin. Mənə deyirlər ki, Səryanda falan yerdə evim var. Hasar edəndə cıngıladılar elə bir hasar. Deyirlər ki, vermirlər. 73 təvəlliyəm, mənə ev azam verirlər. Bax, zalda yaşayıram, qışda bura buzxana olur. Ortadan bölünüb. Haçan mənə verəcəklər, mən də özüm nəsə quracağım, yaşayacağım məsələn. Haçan üçün əziyyət çəkəcəm məsələn. Əsəbimdən istifadə edirlər. Özümdən çıxanda heç kimi tanımıram. Anam hər şey yadımdan çıxır, özümü doğrayıram, başqa heç kimi hiss eləmirəm. Mənə cinayət şəxslər, heç bir vəkil, heç kim işi götürmür. Çünki yuxarıdan ali məhkəmədən hardansa bir də konkret qorxu, hədə qorxu gəlir ki, hamı qorxur. Ancaq mən gələ əziyyət çəkim, kəsim doğranım, aclıqlar edim. Qarnıma soxum, bıçaqdan zaddan, başımı kəsim, qolumu kəsim. Subut edirəm, bədənimdə bir də hissat yeri yoxdur, hamısını kəsmişəm. Axırı dəfə Bakıda oldu, Semerşkanın həkimləri qutardım, 4 dəqiqə qalmışdı. Bu da 2 dəfə var, bu yaxında eləmişəm. Bilməm, bir aydır, ay yarımdır, 2 aydır. Eyni şeyə görə Səryan polisləri mənim qolumu qatladı. Bu da 10 gündür benim içimdə Səryan polisləri mənim qolumu qatladı, götürdü. Anamın əlindən telefonumu vurdular, aldılar. Aparıb telefonu format edildi. Burada subutlar var idi. Mənim düzgünlüyümün subutları var. Şahid var. Şər atıblar mənə. Şər atıblar, mənə əziyyət verirlər. Onlar hansı ki öz adamlarıdır. Hamısı da Qarabağ atıb qaçanlardır.
Elə bir adam var ki, onların nəslində heç kim Qarabağa getmir. Çünki böyük vəsvələr qolmağa belə zatlar, hər şeylər var. Cənab Prezident, xahiş edirəm mən, Cənab Baş Nazir, Cənab Baş Prokuror, mən 73 təvəllüyəm, mən evimi istəyirəm məndə. Biraz toparlanmışam, sakitləşmişəm, psixi dərman içmişəm ki, danışa bilim. Danışanda bilirsən, danışanlarım var özümə sınır, akurat danışmaq üçün hamısı eləmişəm. Mən evimi verin, müraciət eləmişəm, yazmışam da məktubla Prezident apardı. Çox, neçə dəfə, çoxdandan yazıram. Göndərtdirmişəm, yazıblar sağ olsunlar mənəsən. Ki, Bakı şəhərindən ev istəyirəm mən də. Bakı şəhərindən ev istəyirəm. Evimi verəsiniz, mənə kömək edəsiniz, mən də nəsə qura biləm özüm. Qurum yaşayayım. Sən bu kəsib doğramağı mənə bəsdir da mən. Mənəm erməni, onlar deyil mən. Mən erməniyə qarşı vuruşan adam olmuşam. Döyüş yollarında sənətdədir, göstərdim. Burada da sənətlərim var. Xahiş edirəm kömək edirsiniz. Əks halda özümü öldürməyə hazırlaşıram. Səryan polisiyamı elətdiriblər, hələ deyirlər ki, əli çəkimirik, sənin dalımızdan gələcək. Mən də özümə üzrü bilin, ağır söyüş söymişəm. Mən erməniyə girov getməmişəm, demişəm bunlar. Sizə də girov getməyəcəm, özümü öldürəcəm. Özümü öldürməyə hazırlaşıram. Xahiş edirəm mənim işimi araşdırmasında, mənə kömək göstərirsiniz. Mənim evimin Bakıda verilməsinə, özüm üçün nəsə qurmağıma, mənə kömək edirsiniz. Daha ki, bezdiriblər. Qarabağı atıb qaçanlar bizdən çoxluq təşkil edir. Qazi qardaşlarım gedib vuruşub. 60, 70, 85%-ni itiriblər. Mənə kimi. Olan sözünə vilayət yoxdur. Bizim sözümüzə vilayət yoxdur. Kimin sözünə vilayət var? Qarabağda bir qeyrət kimi atıb qaçanlar var, olan sözünə vilayət var. Onlar da çoxlu təşkil edir. Nə qədər olur? Xahiş edirəm mənim dediyim sözləri nəzərə alsınız. Mənə öz köməyinizi əsirgəməyirsiniz. Mən daha bezmişəm, axırıncı bir söz vermişəm özümə. Bir də qapıma polis gəlsin ki, bizlə gedməlisən, nəm izahat, nəm orada, girinci elibə, heç sad eləməmişəm mən. Şərata hatta, hamısı var, o yuxarıda oturanlar var, o mən işimi ləğb edənlər. Tapşırığı nə tərəf verirsə, mənə əziyyət verirlər. Mən Qarabağda bu qədər əziyyət çəkməmişim. Mən Qarabağda hobbim idi, vuruşurdum, dağıdıb tökürdüm. Mənə bunları elətdirirlər. Neçə dəfə ölümdən qayıtmışam, kəsib doğrana doğran, Hasan kimi belə olsun. Mən 73 təvəllüyə, mən hələ evim eşiyim yoxdur mənə. Mən vermirlər o. Hasarı əllərində cıngıladırlar, vermirlər. Yəni ki, nə deyirlər, demək istəyirlər ki, niyəsən bizim erməni qardaşlarımızı öldürmüşsən. Üzürü bir gün özümdən çıxam. Yəni ki, xahiş edirəm sizdən kömək edin. Bunlar hamısı yoluna qoyulsun, mənə bezdirlər ki, mən axırıncı söz danışıram ki, yəni ki, sözümü də demişəm, polis qapıma gəlsin, dəxil, mən onlarla danışmayacam. Məktub yollasın, məktuba cavab verməyəcəm. Dərhal məktuba baxan kimi doğrayıb özümü töküb öldürürəm. Qapıya gəlirlər, danışmayacam. Telefonu qoyacam, onları çəkəcək, canı çəkəcək, özümü öldürəcəm. Telefonla zəng vursunlar. Dərhal. Telefonu bağlayıb, kimdir? Filan kəs. Hə, telefonu bağladım, hazırdır. Soyum tökürəm, doğrayıb özümü tökürəm, yerə öldürürəm. Bu həddə çatdırıblar, özümə söz vermişəm bunları eləməyə. Xahiş edirəm, kömək eləyəsiniz. Birinci qrup Qarabağlı 50 qazisi Dadaşov Süleyman Əldursunov, Səlyanov Qarasalı qəsəbəsində. Sağ olun, var olun. Psixi dərman da içdim ki, biraz sakit olun, özümdən çıxmam, içmələr özümdən çıxaram. Danışa bilmirəm, dedim, Cənab Prezidentə müraciət edəcəm. Baş nazir, Cənab Baş Prokuror, biraz psixi sakit olun danışım. Bəli, baba gördünüz yəni. Çirik eləyir, 10 gündən neçə gün deyəmişəm. Bu da ki, 2 aydır bilməm, necə damarlarımı içərdən tikiblər. Bundan qabaqda Semaşqa, mən 4 dəqiqə həyatıma qalmışıq, qutarırlar, tikiblər damarlarımı. Ancaq məndə damar tikirlər. Xahiş edirəm, kömək eləsiniz, mən də ev eşiyi olum. Bakı şəhərindən istəyirəm, məktub yazmışam Cənab Prezident, sizi dəfələrlə yazmışam. Göndərmişəm də, əlimlə də apardım, Prezident aparatında atmışam. Mənə də kömək eləsiniz, 73 təvəllüyəm. Hələ mənim var bu daxa. Bir də bu zaldır, zal ortadan neçə yerdən bölünür.
Xahiş edirəm kömək edirsiniz. Sağ olun, var olun. Qazi Dadaşov Süleyman Əldosunov, Səyan Qarasaq qəsəbəsi. Sağ olun.